Açıldı. Scarface 1, Xudaferin 0 görək rəqibin indi buna cavab olacaqmı yoxsa? Tək tərəfli qollarımı izləyəcəyik. Mehdi qolun müəllif oldu. Cavaba təşkil izlədik amma nəticə hasil olmur. FK Işıqlı. Bitirmək istəyir. Burada Teymur Bayramov başla zərbə alınmadı. Mahir Süleymanov, Kərimov Rauf. 2 Tamazanov. Mahir Seyğan ötürməyə Rauf. Almaq istəti alamadı. Fərid Əmirov. Zöhrab Bayramov. Bir daha qeyd edək. Yeni Suraxanı stadionunda Scarface kollektivi minimal hesabla öndədir. Scarface 1, Xudaferin Cəbrayil 0. İndi Scarface'in yeni əmləsi Rauf. Fərdi müdaxiləsi var idi. Korner. Kərimov Rauf. Bitirmək vana çatmadı. Zöhrab. Əksəmli ola bilər. Zöhrab Bayramov. FK Işıqlı. Amin Ağayev. Kamran Əsədullayev. Kapitan Mehdi. Mehdi zərbə. Çok önemliydi. Teymur Bayramov araya girdi. Zərbə çəkdi. Topu qapının üzərindən vurdu. Hesabı bərabərləşdirmək əmləsiydi bu. Xudaferin Cəbrayil adına. İlqar. Mahir Süleymanov. Tamazanov. 2 Tamazanov. Götürməsi Kərimov Rauf. Bir qədər davam etməkdən çətinlik çəkdi və ikisilə də nəticə ələnmişdi. Fərdi Əmirov indi qapıdan zərbə ilə top oyuna daxil etməlidir. Amin Ağayev. Zöhrab Bayramov. Rauf'un təzyiqi var idi. Rauf Amin. Amin Ağayev. Kapitan məhz gövdəsi ilə zərbənin qarşısını kəsir. Bir daha xatırladaq. Yeni Suraxanı stadionunda məhz Scarface'in minimal hesablı üstünlüyü var rəqib. Yeni Ramana önündə. Daha doğrusu Xudaferin Cəbrayil önündə. Meydanın sol tərəfdə sarı formada Scarface. Sağ tərəfdə göy formada isə Xudaferin komandası çıxış edir. Scarface'in yeni əmləsi Tamazanov daşıdı. Rauf Kərimov. Top məsələ komanda yoldaşında qaldığı üçün referi davam etdirirdi. Qardaşlar 250 nəfəri bunu ekran bəyənməsidir. Ekran bəyənib paylaşaq. Zəhmət olmasa. Aşağıda bəyənənlər var, adlarınızı görürəm. Sizlərə ayrıca minnətdaram. Məsələ, mən də sizin suallarınızı cavablandırma hazıram. Mahir Süleymanov, Tamazanov, zərbə! Zərbə indirmişdir. Dəmirov. Yaxın külcünü bağladı, keçid yoxdur. Korner. Götürməyə başla zərbə Mehdi. Meydandakı yeganə qolun sahibidir, amma bu səfər alınmadı. Asif Əhmədov, təşəkkür edəyəcək. Ekran bəyənirlər, sizlər də ayrıca minnətdaram. Aşağıda adlarınızı görürəm. Nə edəcək? Yəni ötürməsi Mehdi. Mübarizənin məğlub tərəfidir Natiq. Bu qazanmışdı Natiq Məmmədov, Amin Ağayev. FK Işıqlı, Teymur.
Natiqə doğru ötürmək. Natiq Məmmədov. Amin Ağayev. Bir daha ötürməsi. İlkin Tamazanov. Rauf. Zərbə şansı tanımadılar. Zörab Bayramov eksemli olabilir Zörab. Bir aldatmışdı indi geriye doğru ötürmə Natiq. Zörab. Qarşı təkələr ərzində qapısını toxtalamaq bacarıb. Fərid Əmirov. Fəkan Şıxlov. Ramazanov. Mehdidən öncə Natiq. Bitirmən oxuda araya girdi. Natiq Məmmədov. Bitirmə evana çatmadı Zörab. Xudafərin Cəbrailin hesabı bərabərləşdirmə əmləsini izlədik. Yeni Suraxanı stadionda minimal hesablı üstünlüğü var. Scarface 1-0 hesabıyla öndədir. Rəqib Xudafərin Cəbrail önündə. Teymur Bayramov. Uzaqlaşdırmaq sizə top meydidə qalmışdıq. İlkin Tamazanov. Mehdi ilə bir-birlərinə başa düşmədilər. Əsədullayev kapitan öndə təzyiq edirdi. Mehdi Zərbə Əmirov. Fəkan Şıxlov. Teymur Bayramov. Zina değişili kime idi bu ötürme? Tamazanov taşıdı. Korner. Rauf Kərimov. Mayıs Süleymanov. Emirov. Teymur. Fəqa. Burada oyuncu değişikliği baş tutur. Məhz Scarface'in heyətində əvəz etmək üçün Tamazanov əvəzlə. Əvəz etmək üçün Tamazanov əvəzlə. Təksik edən oyuncu. Bilirəm küləkdəndir. Ona heç nə edə bilmirəm, əfsuslar olsun. Rauf Kərimov. Mayıs Süleymanov. Sədullayev doğru Əmirov qarşıladı. Fəqa. Yeni Suraxanı stadionu. Yeni gelenler bizi hoş gördük. Bir ötürme ise Fərid Əmirov. İçinə doğru, Teymur'a doğru ötürməkdir. Teymur Bayramov. Zərbə və gol. Hesab bərabərləşir. Scarface 1, Xudafərin Cəbrail 1.
Babazadə topu meydanda saxlamağı bacardı. Burada müdaxilə var idi. Natiq Məmmədov. Fəqal. Mehmet Babazade. Mehmet! Fasilədə bir şey deyirəm. Səbirli olun. Zırap. Feka. Timur. Tamamlayabilmiş. İlkar Zamanov. Mehdi araya girmişti. Mesela görüşte hesabı açmıştım. Hatırlatmasını edək. Bir ara ötürməsi Mehdi yerdə qaldı. Referi davam etmələrini istəyir. Heç bir qayda pozusu qeydə alınır. Natiq Məmmədov. Zərab. Marsel dönüşülə rəqibini keçsə, amma Fəqan Kərimə bu epizodda da oyuncular davam etməsini istədi. Mehmet Babazadə. Zərbə. Əsədullayev ötürmən oxudaraya girdi. Mehdi, Mehmet Babazadə. Qapı qarşısına ötürmək vana çatmır. Amin Ağayev müdaxilə etmişdi. Qanat edən tərəf Scarface komandasıdır. Yeni xoş gördük ekran bəyənənlər minət. Yayıb davamlı olaraq mı donur, yoxsa ara-ara var ama? Güzel dondu. Donsa yayım qalxmaz axı. Aleyküm əssalam. Zənnimcə aram-aram donur. O da ki dediyim kimi valla keçirən megabayta, keçirən Wi-Fi-ya külək oldu bu stadionda belədir. Yəni mən bunun dəfələrlə şahid olmuşam. İndi heç nə, keçəcəm o birisi nömrəyə, bir dənə fasilə olsun. Birinci səbitin keçəcəm o birisi nömrəyə, bəlkə onda donmadı, bilmirəm. Nömrədən asılı ola bilər. Tamirat bitti. Tamirat bitti. Oyun qaldı. Devam edir. İlkar Zamanov. Bir ötürmək istəyib. Əsədullayev. Zərab. Əsədullayev. Mehmet Babazadə. Ötürmə! Başla zərbə və gol! Babazadənin ötürməsində Mehdi topu torlara yolladı. Komandasının və özünün ikinci qolu. Mehdi Rəhimli. Məsələ görüşdə də hesabı açmışdı.
Arada bir oyuncu dəyişikliyi başlayıb. Bakını meydanda görürük. Xudafer niyyətində. May Süleymanov, Məhəmməd Babazadə. Bir qədər əvvəl məhsuldan ötürməliyə dağıldı qaldı. Burada deqanın ötürmə alamır, amma referi qayda pozusu qeydə aldı. Məhəmmədə qarşı qayda pozulmuşdu. Yeni gəlirlər biz xoş gördük bir daha. Qeyd edək ki, yeni Suraxanı stadionunda Scarface'in 2-1'li üstünlüyü var rəqib Xudafer Cəbrayıl önündə. Bir yarışmasın da 3%. Zərab, aldadı zətlər, Zərab Bayramov. Şəs həttində keçsə, amma topla çox irəlilədi. Kərimov. Ultraslan komandası son dəqiqə qolu ilə, hətta son saniyələrdə gələn qolla məhz 4 hesabıyla rəqibini məğlub etdi. Teymur Bayramov. Əsədullayev topu qazanmaq istəyən əsnada məhz qaydan pozur. Rauf. Əsədullayev. Karmov. Rauf. Əsədullayev. Fasilə olan əsnada düzəldəcəm. Səbirli olun, sadəcə bir neçə bitsin. Zərab. May Süleymanov. Natiq Məmmədov. Natiq. İlqar keçid vermədi. Əsədullayev. Fəqat. Uzaq məsafədə zərbə burada müdafiəçilərə də dəymişdi. Bir qədər top istiqamətini dəyişdi, amma hər şey yaxşı qurtarır Scarface adına. Karimov. Natiq Məmmədov. Mehdi. Zərbə keçmədi. Natiq Məmmədov. Arı ötürməsi Zərab. Zərab. Zamanovdan keçid yoxdur. Yeni Suraxanı stadionda Scarface'in 2-1'li üstünlüyü var Xudafer'in önündə.
İlqar Zamanov. Aşıq. Teymur. Fəqan Şıxlov. Zərab Bayramov. Mayıs Süleymanov. Tamazanov. Fəqanı keçə bilmədi. Fəqan Şıxla. Zərab Bayramov. Aşıq. Yeri gələnləri biz xoş gördük. Bir daha qeyd edirəm. Xəzərtol Liqası 12-ci sezon qrup oyunları çərçivəsində bu qarşılaşmada Scarface və Xudafərin Cəbrayıl komandaları üzlədi. Scarface 2-1 hesabı ilə öndədi Xudafərin Cəbrayıl önündə. Mehdi Rəhimli dubl edib Scarface adına. Digər tərəfdə isə Teymur Bayramov. Cinab oyuncu gəldi, bir qədər ayaq saxladı. İlkini qatdı əmliyə. Tamazanov. Kamran Əsədullayev zərbə və gol! Kamran Əsədullayev. Bu ikili, bu kombinasiya gol gətirdi ki, Tamazanov və Kamran Əsədullayev ikilisi. Fasilədən öncə fərqi bir qədər də artırdılar. 3-1. Scarface 3, Xudafəri Cəbrayıl 1. Tamazanov ötürməyə yaxşı altı. Rauf zərbə indirməkdən çəkindi. Cina dəyişmək istədi, alınmadı. Mayıs. Teymur müdaxiləsi vardı qarşılaşmada. Son dəqiqə oynanılır ilk hissədə. Rauf. 2. Zərbə. Dəmirovdan keçid yoxdur. Bu ilk hissədə son zərbə oldu. Dəfəli bu zərbələ də ilk hissəni bitirir. Heç yer ayrılmır, fasilədən sonra yenidən bir yerdəyik. Yeni Suraxanı bəli. Qardaşlar, səbirli olun, yayımı bağlayıb yenidən açacağım. Bir də interneti düzəldim. 1-2 dəqiqə. 1-2 dəqiqə qayıdıram. Kim məni izləmirsə izləsin ki, yayım açılan kimi sizə bildiriş gəlsin. 1-2 dəqiqə yenidən yayımdayım.